7-ci sinifdən növbəti dərsimiz 24-cü və 25-ci dərsimiz mebeldə dizayn və dekor haqqındadır. Deməli, növbəti mövzumuz mebeldə dizayn və dekor. Bu mövzuda mebellərin yaranması haqqında və mebel üslubları haqqında öyrənəsiyik. Deməli, gəlin bu mövzunu da öyrənmə planı üzərindən öyrənək. Deməli, mebel üslublarını öyrənmə planı. Burada cəmi baxaq nə qədər sualdır. 41 sual var cəmi. Deməli, mebel üslublarını öyrənmə planı. Birinci sualımız, geyimdən başqa daha hansı sənətlər memarlıq üslublarının inkişafı ilə bağlıdır? Geyimdən başqa daha hansı sənətlər memarlıq üslublarının inkişafı ilə bağlıdır? Bəli, geyimdən başqa daha hansı sənətlər memarlıq üslublarının inkişafı ilə bağlıdır. Deməli, biz bu memarlıq üslublarını, yəni memarlıq üslubları hansıları idi? 7 dənə memarlıq üslubu var. Məsələn, antik memarlıq üslubu, Bizans memarlıq üslubu, Roman memarlıq üslubu, gotik memarlıq üslubu, intibah memarlıq üslubu və baroko, rokoko memarlıq üslublarını biz təkcə memarlıq abidələrində keçmirik. Memarlıq abidələrindən başqa biz həmən bu memarlıq üslublarını deməli, geyimlərdə də keçdik. Baş geyimlərində də keçdik. Əlavə olaraq mebeldə, bir də interyerdə keçirik. Deməli, bu üslublar, öyrəndiyimiz bu 7 üslub, antik, Bizans, Roman, gotik, intibah, baroko və rokoko üslubları həm memarlıq abidələrində var, həm geyimlərdə var, həm baş geyimlərində var, həm mebeldə var, həm də interyerdə var. Yəni, toplam 5 sahədə biz bu memarlıq üslublarını öyrənirik. Gəldik növbəti sualımıza baxaq. Tarixdə ilk mebel necə yaranıb? Gəlin bunu konspekt üzərindən Gəlin bu suala konspekt üzərindən baxaq. Daha ətraflı. Deməli, sualımız necə idi? Tarixdə ilk mebel necə yaranıbdır? Gəlin ona baxaq. İlk mebelin yaranması, ilk sandığın yaranması. Bəşər tarixində ilk mebel müxtəlif əşyaların saxlanması üçün istifadə olunmuş ağac gövdəsindən olan dolab novdan idi. Deməli, bəşər tarixində ilk mebel müxtəlif əşyaların saxlanması üçün istifadə olunmuş ağac gövdəsindən olan dolab novdan idi. Ağac gövdəsindən olan dolab novdan idi. Ağac gövdəsindən olan dolab novdan idi. Bəli, Bəşər tarixində ilk mebel müxtəlif əşyaların saxlanması üçün istifadə olunmuş ağac gövdəsindən olan dolab novdan idi. Ağac gövdəsindən olan dolab novdan idi. Bəli, dolab novdan tarixdə olan ilk mebeldir. Ağac gövdəsindən hazırlanırdı, əşyaların saxlanması üçün nəzərdə tutulurdu. Deməli, tarixdə ilk mebel hansı oldu? Ağac gövdəsindən hazırlanmış, əşyaların saxlanması üçün nəzərdə tutulmuş dolab novdan idi. Bu ilk mebelimiz oldu. Sonra, bir qədər sonra insanlar taxtadan yeşiklər hazırlamışlar. Onu örtmək üçün qapaq hazırladıqdan sonra isə ilk sandıq yaranmışdır. Deməli, dolab novdandan sonra bir qədər sonra insanlar taxtadan yeşiklər hazırlamışlar. Taxtadan yeşiklər hazırlamışlar. Onu örtmək üçün qapaq hazırladıqdan sonra, yəni yeşiyə qapaq hazırladıqdan sonra ilk sandıq yaranmışdır. Bəli, ilk sandıq yaranmışdır. Deməli, bir qədər sonra insanlar taxtadan yeşiklər hazırlamışlar. Onu örtmək üçün qapaq hazırladıqdan sonra isə tarixdə ilk sandıq yaranmışdır. Bəli, bununla da tarixdə ilk sandıq yaranmışdır. Sandıqdan yalnız əşyaların saxlanması üçün deyil, eyni zamanda oturacaq və çarpayı kimi də istifadə olunmuşdur. Bəli, sandıqdan yalnız əşyaların saxlanması üçün deyil, eyni zamanda oturacaq və çarpayı kimi də istifadə olunmuşdur. Hətta çamadan olaraq da istifadə olunmuşdur. Bəli, sandıqdan yalnız əşyaların saxlanması üçün deyil, eyni zamanda oturacaq və çarpayı kimi də, bir də çamadan kimi də istifadə olunmuşdur. Uzun əsrlər sandıq dəbdə qalmış, var dövlət rəmzi
hesab olunmuşdur. Uzun əsrlər sandıq dəbdə qalmış və var dövlətin rəmzi hesab olunmuşdur. Var dövlətin rəmzi hesab olunmuşdur. Nəyin rəmzi hesab olunmuşdur? Var dövlətin rəmzi hesab olunmuşdur. Bəli, sandıq orta əsrlərdə var dövlət rəmzi simvolu hesab olunmuşdur. Hətta gəlinin cehizləri sandıqlara yığılıb gənclərə hədiyyə verilirmiş. Bəli. Bu adət indinin özündə də var. Yəni belə deyim də, cehizin sandığa yığılması adəti günümüzdə də var. Deməli, indi gəlin bu suallarımıza baxaq. Konspekt üzərindən deməli baxdıq mövzuya. Deməli, ikinci sualımız necə idi? Tarixdə ilk mebel necə yaranıb? Tarixdə ilk mebel necə yaranmışdı? Deməli, tarixdə ilk mebel dolap novdan idi. Həmin dolap novdan ağac gövdəsindən hazırlanmışdı və əşyaların saxlanması üçün nəzərdə tutulmuşdu. Tarixdə ilk mebel belə yaranıbdı. Deməli, tarixdə ilk mebel necə yaranıbdı? Tarixdə ilk mebel necə yaranıb? Deməli, ağac gövdəsindən yaradılıbdı. Ağac gövdəsindən hazırlanmış dolap novdan idi, əşyaların saxlanması üçün. Bəli, əşyaların saxlanması üçün nəzərdə tutulmuş və ağac gövdəsindən hazırlanmış dolap novdan idi ilk mebel. İlk mebel hansı oldu? Dolap novdan. Dolap novdan nə idi? Ağac gövdəsindən hazırlanmışdı və əşyaların saxlanması üçün nəzərdə tutulmuşdu həmin dolap novdan. İlk mebel deyəndə dolap novdanı götürürük. Tarixdə ilk mebel nə idi və nədən hazırlanmışdı? Tarixdə ilk mebel dolap novdan idi. Dolap novdan idi və ağac gövdəsindən hazırlanmışdı. Ağac gövdəsindən hazırlanmışdı, əşyaların saxlanması üçün nəzərdə tutulmuşdu. Bəli, tarixdə ilk mebel dolap novdan idi və ağac gövdəsindən hazırlanmışdı. İlk sandığı insanlar necə yaratdı? Deməli, əvvəlcə taxtadan yeşik hazırladılar, daha sonra o yeşiyin ağzını örtmək üçün qapaq hazırladılar və qapağın hazırlanması ilə də, yeşiyə qapağın hazırlanması ilə də sandığın əsası qoyuldu. İlk sandıq yarandı. Yəni, İlk sandıq belə yaranıbdı. Əvvəlcə taxtadan yeşik hazırladılar, sonra o yeşiyə qapaq hazırladıqdan sonra isə sandıq yarandı. Belə deyim də, yeşik sandığa çevrildi qapaq hazırlandıqdan sonra. Bəli, ilk sandığı insanlar baxın belə yaradıbdı. Əvvəlcə yeşik hazırladılar taxtadan, sonra o yeşiyə qapaq hazırladılar. Bununla da sandıq yarandı. Sandıq nəyin rəmzi hesab olunurdu? Sandıq nəyin rəmzi hesab olunurdu? Dedik, sandıq nəyin rəmzi hesab olunurdu? Var dövlətin rəmzi hesab olunurdu. Var dövlətin rəmzi hesab olunurdu. Bəli, orta əsrlərdə sandıq əsasən var dövlətin rəmzi hesab olunurdu. Var dövlətin rəmzi simvolu hesab olunurdu. Sandıqdan hansı məqsədlər üçün istifadə olunurdu? Sandıqdan müxtəlif məqsədlər üçün istifadə olunurdu. Məsələn, oturacaq olaraq, çarpayı olaraq, çamadan olaraq istifadə olunurdu. Qiymətli əşyaları saxlamaq üçün istifadə olunurdu. Elə buna görə də var dövlət rəmzi simvolu sayılırdı. Bəli, müxtəlif məqsədlər üçün istifadə olunurdu sandıqdan. Simvol olaraq var dövlət rəmzi idi və müxtəlif məqsədlər üçün istifadə olunurdu. Mebel sözünün mənşəyi və mənası nədir? Mebel sözünün mənşəyi və mənası nədir? Mebel sözü latın mənşəli sözdür, mənası çevik deməkdir. Bəli, mebel sözünün mənşəyi və mənası nədir? Latın mənşəli sözdür. Latın mənşəli sözdür, mənası çevik deməkdir. Bəli, mebel sözü latın mənşəli sözdür. Mənası isə çevik deməkdir. Mənası nə deməkdir? Çevik deməkdir. Bəli, latın mənşəli sözdür, mənası çevik deməkdir. Mebellərin hazırlanması təsviri incəsənətin hansı növünə aiddir? Mebellərin hazırlanması təsviri incəsənətin hansı növünə aiddir? Mebellərin hazırlanması təsviri incəsənətin dekorativ tətbiqi sənət növünə aiddir. Bəli, mebellərin hazırlanması, evimizdə olan mebellər təsviri incəsənətin dekorativ tətbiqi sənət növünə aiddir. Bununla da mebel haqqında 8 sual idi, mebelin yaranması haqqında. Bu hissəmiz bitdi nəhayət. İndi keçək əsas hissəyə. Bu da əsas hissə idi. Yəni, mebelin nə olduğunu, necə yarandığını mütləq bilmək lazımdır. Ondan sonra gəlir mebel üslubları.
Aha, mebel üslublarını isə şəkil üzərindən öyrənək, sonra keçək öyrənmə planına. Deməli, bu ekranda gördüyümüz antik mebel üslubudur. Baxın, antik mebel üslubu belə bir stolu idi. Bu antik mebel üslubuna aiddir. Bəli, antik mebel üslubu budur. Deməli, antik mebel üslubu Parfenon məbədi. Antik mebel üslubu antik dövrdə mebel rahat və yaraşıqlı yaradılmışdı. Bu dövrdə fəaliyyət göstərən mebel ustaları həndəsəni bilir, rəssamlığı da bacarırdılar. Bu da mebelin hazırlanmasına çox böyük əhəmiyyət kəsb edirdi. Deməli, üslub olaraq antik üsluba aiddir ekranda gördüyümüz mebel. Bununla, bu ekranda gördüyümüz mebel ilə eyni üslubda olan memarlıq abidəsi isə Parfenon məbədidir. Bəli, Parfenon məbədi də antik üslubdadır, bu mebel də antik üslubdadır. Yəni, hər ikisi də eyni üslubdadır. Deməli, bu mebelləri də eyni üslubda olan memarlıq abidələri ilə birgə öyrənmək lazımdır. Deməli, dedik antik mebel üslubu, antik dövrdə mebel rahat və yaraşıqlı yaradılmışdır. Ümumiyyətlə, antik sözün mənası qədim deməkdir və antik dövrdə, yəni qədim dövrdə mebel rahat və yaraşıqlı yaradılmışdır. Antik dövrdə, yəni qədim dövrdə mebel rahat və yaraşıqlı yaradılmışdır. Bəli, antik dövrdə, qədim dövrdə, yəni mebel rahat və yaraşıqlı yaradılmışdır. Mebel rahat və yaraşıqlı yaradılmışdır. Hansı dövrdə? Antik dövrdə. Mebel rahat və yaraşıqlı yaradılmışdır. Bu dövrdə, yəni antik dövrdə, antik mebel üslubunda fəaliyyət göstərən mebel ustaları həndəsəni bilir, rəssamlığı da bacarırdılar. Bu da mebelin hazırlanmasına çox böyük əhəmiyyət kəsb edirdi. Baxın, bu dövrdə, yəni antik dövrdə, antik mebel üslubunda, antik mebel üslubunda fəaliyyət göstərən mebel ustaları antik mebel üslubunda fəaliyyət göstərən mebel ustaları həndəsəni bilir, yəni ölçüb biçməyi bilir, həndəsəni bilir, rəssamlığı da bacarırdılar. Bu da mebelin hazırlanmasında çox böyük əhəmiyyət kəsb edirdi. Bəli, bu da mebelin hazırlanmasına çox böyük əhəmiyyət kəsb edirdi. Deməli, hər hansısa bir mebelin hazırlanması üçün mütləq mebel ustaları ölçüb biçməyi bilməlidir, həndəsəni bilməlidir, rəssamlığı, dizaynı bacarmalıdırlar. Çünki mebelin hazırlanması üçün əsas şərtlər budur. Ölçüb biçməyi bilmək, yəni həndəsəni bilmək, bir də rəssamlığı bacarmaq, dizayn bacarığı olmalıdır həmin o mebel ustasında. Yəni bunlar olmadan mebelləri hazırlaya bilməz. Bu da antik mebel üslubunda fəaliyyət göstərən rəssamlarda, daha doğrusu antik mebel üslubunda fəaliyyət göstərən mebel ustalarında var idi. Yəni, antik mebel üslubunda fəaliyyət göstərən mebel ustaları həndəsəni də bilirdilər, ölçüb biçməyi bilirdilər, bir də rəssamlığı, dizaynı bacarırdılar. Bu antik mebel üslubuna aid olan xüsusiyyətlərimiz oldu. Antik mebel üslubuna aid olan mebel, baxın, budur. Keçək indi növbəti hissəyə. Bu isə Bizans mebel üslubudur. Bizans mebel üslubu ilə eyni üslubda olan, deməli, memarlıq abidəsi hansıdır? Ayasofya məbədi. Bəli, Ayasofya məbədi də bu ekranda gördüyümüz mebeldə ikisi də Bizans üslubuna aiddir. Üslub olaraq eynidir ikisi də. Bizans üslubuna aid olan mebelimiz isə budur. Baxın, Bizans üslubuna aid olan mebel belədir. Bizans mebel üslubu, Ayasofya məbədi. Bizans mebel üslubu. Bizans mebeli tarixə yeni heç nə əlavə etmədi. Bəli, Bizans mebeli tarixə yeni heç nə əlavə etmədi. Bizans mebeli tarixə yeni heç nə əlavə etmədi. Deməli, Bizans mebeli tarixə yeni heç nə əlavə etmədi. Tarixə yeni heç nə əlavə etmədi. O formaca xeyli sadədir. O, yəni Bizans mebel üslubu, Bizans mebelləri formaca xeyli sadədir. Formaca xeyli sadədir. Əşyaların tərtibatı zamanı həddən artıq bərbəzək, rəngli rəsmlər, qiymətli daşlar və metallar vasitəsilə bədii effekt əldə olunurdu. Bəli, formaca xeyli sadədir. Əşyaların tərtibatı zamanı həddən artıq, deməli, bərbəzək, rəngli rəsmlər, qiymətli daşlar və metallar vasitəsilə bədii effekt əldə olunurdu Bizans mebel üslubunda. Bu da bizim Bizans mebel üslubumuz. Keçək Roman mebel üslubuna.
Ahan, deməli roman mebel üslubunda qalmışdıq. Roman mebel üslubu. Roman mebel üslubu isə budur. Görüm çəkiliş davam eləyir, yoxsa çıxdı. Çəkiliş davam eləyir. Elə bildim çıxdı, zəng gəldi deyə. Davam eləyək qaldığımız yerdən. Deməli, hansı mebel üslubunda qalmışdıq? Roman mebel üslubunda qalmışdıq. Bəli, roman mebel üslubu. Bu ekranda gördüyümüz isə roman mebel üslubudur. Roman mebel üslubuna nə aiddir? Sandıq aiddir. Roman mebel üslubuna ekranda gördüyümüz sandıq aiddir. Deməli, roman mebel üslubu, roman mebel üslubu. Roman mebel üslubuna bu sandıq aid oldu. Bəli, roman mebel üslubuna bu sandıq aid oldu. Və roman mebel üslubu ilə eyni üslubda olan memarlıq abidəsi isə Pizan kilsəsidir. Pizan kilsəsidir. Deməli, roman mebel üslubuna baxaq. Roman mebellər özünə məxsus ağır formaları ilə yanaşı yığıcamlığı ilə də fərqlənirdi. Bəli, roman mebelləri özünə məxsus ağır formaları ilə yanaşı yığıcamlığı ilə də fərqlənirdi. Deməli, roman mebelləri özünə məxsus ağır formaları ilə yanaşı yığıcamlığı ilə də fərqlənirdi. Yəni, roman mebel üslubunda nə var idi? Ağırlıq var idi, ağır formalar var idi və yığıcamlıq var idi. Deməli, roman mebelləri özünə məxsus ağır formaları ilə yanaşı yığıcamlığı ilə də fərqlənirdi. Yadınızda saxlayın, ağır formalar və yığıcamlıq roman mebel üslubuna aiddir. Bu dövrdə sandıq universal məişət mebeli hesab olunurdu. Bu dövrdə, yəni roman mebel üslubunda sandıq universal məişət mebeli hesab olunurdu. Sandıq universal məişət mebeli hesab olunurdu. Sandıq universal məişət mebeli hesab olunurdu roman mebel üslubunda və universal hər tərəfli deməkdir. Yəni hər tərəfli məişət mebeli hesab olunurdu. Çünki sandıqdan müxtəlif məqsədlər üçün istifadə olunurdu. Həm əşyaları saxlamaq üçün istifadə olunurdu. Aha, nəysə, deməli, dedik, sandıqdan müxtəlif məqsədlər üçün istifadə olunurdu. Universal məişət mebeli hesab olunurdu. Buna görə də ondan eyni vaxtda çarpayı, oturacaq, həm də səyahət etmək üçün çamadan kimi də istifadə olunurdu. Bu da roman mebel üslubuna aid olan sandığın xüsusiyyətləridir. Bəli, ekranda gördüyümüz sandıq roman mebel üslubuna aiddir. Roman mebel üslubuna aiddir. Roman mebel üslubunda sandıqlar var idi, əsasən sandıq idi və bu roman mebel üslubu deməli özünə məxsus ağır formaları ilə yanaşı yığıcamlığı ilə də fərqlənirdi. Roman mebel üslubu, roman mebelləri özünə məxsus ağır formaları ilə yanaşı, yığıcamlığı ilə də fərqlənirdi. Bunu necə yadda saxlayaq? Məsələn, roman ağır oğlandı. Ağır formaları roman ağır oğlandı sözü ilə yadda saxlaya bilərik. Ağır formalar, yığıcamlığı harda görsək, bilin ki, söhbət roman mebel üslubundan gedir. Bu dövrdə sandıq dedik, universal məişət mebeli hesab olunurdu.
sandıq universal məişət mebeli hesab olunurdu. Yəni hər tərəfli məişət mebeli hesab olunurdu roman mebel üslubunda. Çünki roman mebel üslubuna sandıq aiddir. Ekranda gördüyümüz sandıq aiddir və ondan eyni vaxtda çarpayı oturacaq, həm də səyahət etmək üçün çamadan kimi istifadə olunurdu dedik. Roman mebel üslubu getdi. Bununla eyni üslubda olan da Pizan kilsəsidir. Sonra gəldik gotik mebel üslubuna. Gotik mebel üslubuna isə bu şkaf aiddir, hündür şkaf aiddir. Gotik mebel üslubu ilə eyni üslubda olan Notre Dame kilsəsidir. Notre Dame kilsəsidir. Gotik mebel üslubu, mebel üslublarının inkişafı tarixində mühüm mərhələdir. Bəli, gotik mebel üslubu mebel üslublarının inkişafı tarixində mühüm mərhələdir. Mebel üslublarının inkişafı tarixində mühüm mərhələdir. Mebel üslublarının inkişafı tarixində mühüm mərhələdir. Yadınızda saxlayın, gotik mebel üslubu. Gotik mebel üslubu mebel üslublarının inkişafı tarixində mühüm mərhələdir. Mebel üslublarının inkişafı tarixində mühüm mərhələ gotik üslubdur. Mebel üslublarının inkişafı tarixində mühüm mərhələ gotik mebel üslubudur, gotikdir. Bu dövrdə hündür dolaplar, şkaflar meydana çıxmışdır. Bu dövrdə, yəni gotik mebel üslubunda hündür dolaplar, şkaflar meydana çıxmışdır. Hündür dolaplar, şkaflar meydana çıxmışdır. Hündür dolaplar, şkaflar meydana çıxmışdır. Baxın, hündür dolap, şkaf budur. Bu dövrdə, yəni gotik mebel üslubunda hündür dolaplar, şkaflar meydana çıxmışdır. Bəli, hündür dolaplar, yəni şkaflar meydana çıxmışdır gotik mebel üslubunda. Elə bu hündür şkaf da mebeldə gotik mebel üslubuna aiddir. Gotik üslubda olan interyerdə mebellərin bir çoxu hələ də divarda olan oyuqlarda idi. Gotik üslubda olan interyerdə mebellərin bir çoxu hələ də divarda olan oyuqlarda idi. Bəli, gotik üslubda olan interyerdə mebellərin bir çoxu hələ də divarda olan oyuqlarda idi. Mebellərin bir çoxu hələ də divarda olan oyuqlarda idi. Deməli, gotik mebel üslubunda mebellərin çoxu hələ də divarda olan oyuqlarda idi. Gotik üslubda olan interyerdə mebellərin bir çoxu hələ də divarda olan oyuqlarda idi. Bunu da belə yadda saxlayırıq. Burada oyma naxışlardan, şəbəkədən və nəbati elementli sarğılardan geniş istifadə olunurdu. Burada, yəni gotik mebel üslubunda oyma naxışlardan, şəbəkədən və nəbati elementli sarğılardan geniş istifadə olunurdu. Bəli, şəbəkədən və nəbati elementli sarğılardan geniş istifadə olunurdu. Deməli, şəbəkədən, nəbati elementli sarğılardan, oyma naxışlardan geniş istifadə olunurdu. Harda? Gotik mebel üslubunda. Gotik mebel üslubunda oyma naxışlardan, şəbəkədən və nəbati elementli sarğılardan geniş istifadə olunurdu gotik mebel üslubunda. Onların üzərindəki şəbəkəli oyma naxışlar gotik memarlıq motivlərinə uyğun yaradılırdı. Onların üzərindəki şəbəkəli oyma naxışlar gotik memarlıq motivlərinə uyğun yaradılırdı. Yadınızda saxlayın, şəbəkəli oyma naxışlar gotik üsluba aiddir. Şəbəkəli oyma naxışlar gotik mebel üslubuna aiddir. Bu da gotik mebel üslubunda olan mebelimiz, yəni hündür dolaplar, şkaflar dedik gotik mebel üslubuna aiddir. Sonra gəldik, intibah mebel üslubuna isə bu stol aiddir. İntibah mebel üslubu, bu üslubla eyni olan memarlıq abidəsi Müqəddəs Mariyanın Çiçəyi kilsəsidir. Müqəddəs Mariyanın Çiçəyi kilsəsidir. Bəli, Müqəddəs Mariyanın Çiçəyi kilsəsi intibah üslubuna aiddir. Deməli, intibah mebel üslubunda isə mebellər üçün dəqiq forma, aydın quruluş və fərdilik daha xarakterikdir. İntibah mebel üslubunda olan mebellər üçün dəqiq forma, aydın quruluş və fərdilik daha xarakterikdir. Baxın, intibah mebel üslubunda olan mebellər üçün dəqiq forma, yəni dəqiq forma, aydın quruluş və fərdilik daha xarakterikdir. Dəqiq forma, dəqiqlik, aydın quruluş intibah mebel üslubuna aiddir. Deməli, intibah mebel üslubuna aiddir. Dəqiq forma və aydın quruluş.
aydın quruluş. İntibah mebel üslubuna aiddir. Bu dövrdə mebellərin ornamentlərlə bəzədilməsi, inkrustasiya, qalxma texnikası və ağac üzərində oyma çox geniş yayılmışdır. Bu dövrdə, yəni intibah mebel üslubunda mebellərin ornamentlərlə bəzədilməsi, inkrustasiya texnikası və ağac üzərində oyma çox geniş yayılmışdır. Deməli, intibah mebel üslubunda nə var? İnkrustasiya texnikası var. Bəli, intibah mebel üslubunda inkrustasiya texnikası var. İntibah mebel üslubunda inkrustasiya texnikası var. İntibah, inkrustasiya ikisi də in hərfləri ilə başlayır. Belə yadda saxlamaq olar. Bəli, intibah mebel üslubunda nə var? İnkrustasiya texnikası var. İntibah mebel üslubunda inkrustasiya texnikası var. İnkrustasiya nədir? Gəlin ona baxaq. Deməli, inkrustasiya latınca qabıqla örtmə məmulatın, həmçinin binaların oyma naxışlar və üst qabığına keramika, metal, sədəf, fil sümüyü və rəngli daş parçaları yerləşdirməklə yaradılan təsvirlərlə bəzədilməsidir. Deməli, inkrustasiya nədir? Dedik, intibah mebel üslubunda inkrustasiya texnikası var. Bəs bu inkrustasiya texnikası nədir? İnkrustasiya texnikası latınca qabıqla örtmə deməkdir. Latınca qabıqla örtmə deməkdir. Məmulatın, həmçinin binaların oyma naxışlar, deməli, oyma naxışlar və üst qabığına keramika, metal, sədəf, fil sümüyü və rəngli daş parçaları yerləşdirməklə yaradılan təsvirlərlə bəzədilməsidir inkrustasiya. İnkrustasiya həm zərgərliyin, həm də mebelin emal üsuludur. Biz inkrustasiyanı zərgərliyin emal üsullarında da keçmişdik. Bəli, inkrustasiya həm zərgərliyin, həm də mebelin emal üsuludur. İnkrustasiya həm zərgərliyin, həm də mebelin emal üsuludur. Bəli, inkrustasiya həm zərgərliyin, həm də mebelin emal üsuludur. Həm zərgərliyin, həm də mebelin emal üsuludur inkrustasiya. Biz inkrustasiya texnikası haqqında intibah mebel üslubunda öyrəndik. Yəni, intibah mebel üslubunda nə var? İnkrustasiya var. İn hərfləri ilə yadda saxlayırıq. İnkrustasiya texnikası dedik, həm zərgərlikdədir, həm də mebeldədir. Həm zərgərliyin emal üsuludur, həm də mebelin emal üsuludur inkrustasiya. Bu isə intibah üslubunda olan stolumuz. İntibah üslubu bitdi. Gəldik indi baroko mebel üslubuna. Bu isə baroko mebel üslubudur. Baxın, baroko mebel üslubuna belə kravat aiddir. Baroko mebel üslubu ilə eyni üslubda olan memarlıq abidəsi Müqəddəs Pyotr kilsəsidir. Bəli, Müqəddəs Pyotr kilsəsidir. Baroko üslubuna baxaq. Baroko üslubuna aid mebellər qızılı rəng və zəngin inkrustasiyalarla işlənilmişdir. Deməli, baroko üslubuna aid mebellər qızılı rəng və zəngin inkrustasiyalarla işlənilmişdir. İnkrustasiya deməli burada da var, baroko mebel üslubunda da var, intibah mebel üslubu ilə yanaşı. Deməli, nədirdi? Baroko üslubuna aid mebellər, qızılı rəng və zəngin inkrustasiyalarla işlənilmişdir. Baroko üslubuna aid olan mebellər qızılı rəng və zəngin inkrustasiyalarla işlənilmişdir. Bəli, burada açar sözlər qızılı rəngdir və zəngin inkrustasiyalardır. Deməli, baroko üslubuna aid olan mebellər qızılı rəng və zəngin inkrustasiyalarla işlənilmişdir. Belə mebellərin üzəri dekorativ parçalarla örtülür və saçaqlarla bəzədilirdi. Belə mebellərin üzəri, yəni baroko mebel üslubuna aid olan mebellərin üzəri dekorativ parçalarla örtülür və saçaqlarla bəzədilirdi. Dekorativ parçalarla örtülür və saçaqlarla bəzədilirdi. Dekorativ parçalarla örtülür, dekorativ parçalarla.
örtülür və saçaqlarla bəzədilirdi. Dekorativ parçalarla örtülür və saçaqlarla bəzədilirdi. Saçaqlarla bəzədilirdi. Baroko üslubunda olan mebeldə çox təmtəraqlı, mürəkkəb motivli dekorlar meydana gəlmişdir. Baroko üslubunda olan mebeldə çox təmtəraqlı, mürəkkəb motivli dekorlar meydana gəlmişdir. Aha, inkrustasiya texnikası intibah və baroko mebel üslublarında istifadə olunur. Aha, baxın, inkrustasiya texnikası. Deməli, inkrustasiya texnikası, ümumiyyətlə inkrustasiya dedik həm mebelin, həm zərgərliyin emal üsuludur, o heç. Burada isə yazmışam, inkrustasiya texnikası intibah və baroko mebel üslublarında istifadə olunur. Bəli, inkrustasiya texnikası, deməli, intibah və baroko mebel üslublarında istifadə olunur. İntibah və baroko mebel üslublarında istifadə olunur. İntibah və baroko mebel üslublarında istifadə olunur. Bəli, inkrustasiya texnikası iki mebel üslubunda istifadə olunur. Bir, intibahdır. Bunu yadda saxlamaq lazım. Bunu yadda saxlamaq asandır intibah mebel üslubu ilə işləndiyini. İnkrustasiya, intibah. Əlavə olaraq da barokonu yadda saxlayaq. Bəli. Deməli, inkrustasiya texnikası iki mebel üslubunda işlənilir. İki mebel üslubunda var. Bir intibahda, bir də baroko mebel üslublarında var. Bəli, inkrustasiya texnikası, intibah və baroko mebel üslublarında istifadə olunur. İntibah və baroko mebel üslublarında istifadə olunur. İnkrustasiya texnikasından belə yadda saxlayırıq. Sonra gəldik növbəti sonuncu rokoko mebel üslubu. Rokoko mebel üslubuna isə bu aiddir, belə şkaf aiddir. Rokoko mebel üslubu sonuncu mebel üslubumuzdur və bununla eyni üslubda olan memarlıq abidəsi Versal sarayıdır. Rokoko mebel üslubu. Bu mərhələ Fransada kral 15-ci Ludovikin hakimiyyəti illərinə düşür. Ona görə də fransız rokoko üslubunu bəzən 15-ci Ludovikin üslubu da adlandırırlar. Bu sual vaxtı MİQ-in qəbul sualı olmuşdu. MİQ-ə düşmüş qəbul sualıdır bu hissəsi. Deyir, rokoko mebel üslubu. Rokoko mebel üslubu bu mərhələ, yəni bu mebel üslubu, rokoko mebel üslubu Fransada kral 15-ci Ludovikin hakimiyyəti illərinə düşür. Fransada kral 15-ci Ludovikin hakimiyyəti illərinə düşür. Ona görə də fransız rokoko üslubunu bəzən 15-ci Ludovikin üslubu da adlandırırlar. Bəli, Fransada kral 15-ci Ludovikin hakimiyyəti dövrünə düşdüyü üçün rokoko üslubu, ona görə rokoko üslubunu bəzən 15-ci Ludovikin üslubu da adlandırırlar. Rokoko üslubunu bəzən 15-ci Ludovikin üslubu da adlandırırlar. Deməli, nəyə görə rokoko üslubunu bəzən 15-ci Ludovikin üslubu da adlandırırlar? Çünki Fransa kralı 15-ci Ludovikin hakimiyyəti dövrünə düşdüyü üçün rokoko üslubunu bəzən belə deyim də 15-ci Ludovikin üslubu da adlandırırlar. Bəli, 15-ci Ludovikin üslubu da adlandırırlar rokoko üslubunu. Rokoko üslubu mebellərin əsasən ornamental dekorativ quruluşunda ifadə olunmuşdur. Rokoko üslubu mebellərin əsasən ornamental dekorativ quruluşunda, ifadə olunmuşdur. Bu da rokoko mebel üslubu. Rokoko mebel üslubu isə budur. Bəli, baxın, bu MİQ-in qəbul sualı olmuşdu. Deyək, hansı üslub Fransa kralı 15-ci Ludovikin hakimiyyəti dövrünə düşdüyü üçün bu üsluba Ludovikin üslubu da deyilir. Müəyyən edin. Cavab rokoko üslubudur. Bəli, rokoko üslubudur. Doğru cavab rokoko üslubudur. Sonra gəldik, bunu burada belə şəkillə hazırlamışam. Daha yaxşı yadda saxlamaq üçün. Baxın, biz baroko üslubunda da, rokoko üslubunda da Fransa kralları 14-cü, 15-ci Ludoviklərə rast gəldik. Bəs bunları necə qarışdırmayaq? Necə yadda saxlayaq? Gəlin baxaq. Baxın, bu baroko üslubunda olan geyimdir. Keçən dərsimizdir bu. Bəli, baroko üslubunda olan geyimdir. Və baroko geyim üslubu Fransa kralı 14-cü Ludovikin hakimiyyəti dövrünə düşür. Yadda saxlayın. Baroko geyim üslubu, ekranda gördüyünüz baroko geyim üslubu Fransa kralı 14-cü Ludovikin hakimiyyəti dövrünə düşür.
Fransa kralı 14-cü Lüdovikin hakimiyyəti dövrünə düşür. Baroko geyim üslubu. Bu baroko geyim üslubu deməli Fransa kralı 14-cü Lüdovikin hakimiyyəti dövrünə düşdü. Rokoko mebel üslubu isə hal-hazırda öyrəndiyimiz bu rokoko mebel üslubu. Rokoko mebel üslubu isə Fransa kralı 15-ci Lüdovikin hakimiyyəti dövrünə düşdüyü üçün 15-ci Lüdovikin üslubu da adlandırırlar. Bəli, rokoko mebel üslubu isə Fransa kralı 15-ci Lüdovikin hakimiyyəti dövrünə düşdüyü üçün 15-ci Lüdovikin üslubu da adlandırırlar. 15-ci Lüdovikin üslubu da adlandırırlar rokoko mebel üslubunu, rokoko üslubunu. Bəli, indi bunun daha sadə saxlamaq yolunu deyim. Baxın, baroko üslubu, rokoko üslubu. Əvvəlcə baroko üslubu gəlir, sonra rokoko üslubu gəlir də. Üslubların ardıcıllığı belədir. Əvvəlcə baroko üslubu gəlir, sonra baroko üslubunu rokoko üslubu əvəz eləyir. Deməli, baroko üslubu, sonra rokoko üslubu gəlir. Əvvəlcə Fransa kralı 14-cü Lüdovik gəlir. Əvvəlcə Fransa kralı 14-cü Lüdovik gəlir. Ondan sonra Fransa kralı 15-ci Lüdovik gəlir. Yəni 14-dən sonra da 15 gəlir. Belə yadda saxlamaq olar. Baxın, 14-dən sonra 15 gəlir. Baroko üslubundan sonra rokoko üslubu gəlir. Belə kodlaşdırıb yadda saxlamaq olar rahat. Deməli, necə yadda saxlayırıq bunları? Əvvəlcə baroko üslubu gəlir, sonra rokoko üslubu gəlir. Baroko üslubu, rokoko üslubu. Ondan sonra 14 gəlir, ondan sonra 15 gəlir. Deməli, 14-dən sonra nə gəlir? 15 gəlir. Barokodan sonra nə gəlir? Rokoko üslubu gəlir. Baroko, rokoko, 14, 15. Baroko, rokoko, 14, 15. Deməli, baroko üslubunu soruşursa, baroko üslubunda olan geyimi soruşursa, Fransa kralı 14-cü Lüdovik eləyəcək. Aydın oldu, cavab Fransa kralı 14-cü Lüdovik olasıdır. 14-cü Lüdovik olasıdır. Yox, əgər rokoko mebel üslubunu soruşsa, rokoko üslubunu soruşsa, onda Fransa kralı 15-ci Lüdovik olasıdır. Bu cür kodlaşdırıb yadda saxlamaq olar. Ən rahat yolu budur. Baroko, rokoko 14, 15. Baroko Fransa kralı 14-cü Lüdovik eləyir. 14-cü Lüdovikə aid olur baroko üslubu. Fransa kralı 14-cü Lüdovikə aid olur. Rokoko üslubu isə Fransa kralı 15-ci Lüdovikə aid olur. Belə yadda saxlayırıq. Baroko, rokoko 14-15. Baroko 14-cü Lüdovikdir. Rokoko 15-ci Lüdovikdir. Bu qədər sadə. İndi keçək öyrənmə planımıza. Öyrənmə planımız hardan başlayır? Bu hissəni oxumuşuq. Antik mebel üslubunun xüsusiyyətləri. Antik mebel üslubunun xüsusiyyətləri, gəlin öyrənmə planı üzərindən baxaq buna. Hansı mebel üslubunda mebel rahat və yaraşıqlı yaradılmışdır? Hansı mebel üslubunda mebel rahat və yaraşıqlı yaradılmışdır? Hansı mebel üslubunda mebel rahat və yaraşıqlı yaradılmışdır? Antik mebel üslubunda. Bəli, antik mebel üslubunda mebel rahat və yaraşıqlı yaradılmışdır. Hansı mebel üslubunda fəaliyyət göstərən mebel ustaları həndəsəni bilir, rəssamlığı da bacarırdılar. Bu da mebelin hazırlanmasında çox böyük əhəmiyyət kəsb edirdi. Hansı mebel üslubunda fəaliyyət göstərən mebel ustaları həndəsəni bilir, rəssamlığı da bacarırdılar. Bu da mebelin hazırlanmasında çox böyük əhəmiyyət kəsb edirdi. Bu antik mebel üslubuna aiddir. Bəli, antik mebel üslubunda fəaliyyət göstərən mebel ustaları həndəsəni bilirdilər, ölçüb biçməyi bilirdilər, rəssamlığı, dizaynı da bacarırdılar. Bu da mebelin hazırlanmasında əsas şərtlərdir. Yəni, bu bacarıqları olmasa mebeli hazırlaya bilməz mebel ustaları. Bəli, bu da antik mebel üslubuna aid oldu. Mebel ustaları mebelləri hazırlamaq üçün nələri bilməlidirlər və nələri bacarmalıdırlar? Mebel ustaları mebelləri hazırlamaq üçün nələri bilməlidirlər və nələri bacarmalıdırlar? Mütləq ölçüb biçməyi bilməlidirlər, yəni həndəsəni bilməlidirlər və rəssamlığı, dizaynı bacarmalıdırlar. Yəni, bunlar olmadan mebellərin hazırlanması mümkün deyil. Bu da antik mebel üslubunda var idi. Mebel ustaları həndəsəni bilir, ölçüb biçməyi bilir, rəssamlığı, dizaynı bacarırdılar. Bizans mebel üslubunun xüsusiyyətləri hansılardır? Gəlin buna da baxaq. Hansı mebel üslubu tarixə yeni heç nə əlavə etmədi? Hansı mebel üslubu tarixə yeni heç nə əlavə etmədi? Bizans mebel üslubu tarixə yeni heç nə əlavə etmədi. Hansı mebel üslubu formaca xeyli sadədir? Hansı mebel üslubu formaca xeyli sadədir?
Əşyaların tərtibatı zamanı həddən artıq bərbəzək, rəngli rəsmlər, qiymətli daşlar və metallar vasitəsilə bədii effekt əldə olunurdu Bizans mebel üslubunda. Roman mebel üslubunun xüsusiyyətlərinə baxaq. Deməli, hansı mebel üslubu özünə məxsus ağır formaları ilə yanaşı yığıcamlığı ilə də fərqlənirdi? Baxın, hansı mebel üslubu özünə məxsus ağır formaları ilə yanaşı yığıcamlığı ilə də fərqlənirdi? Hansı mebel üslubu özünə məxsus ağır formaları ilə yanaşı yığıcamlığı ilə də fərqlənirdi? Burada açar sözlər ağır formalardır və yığıcamlıqdır. Bəli, hansı mebel üslubu özünə məxsus ağır formaları ilə yanaşı yığıcamlığı ilə də fərqlənirdi? Roman mebel üslubu. Roman mebel üslubu, bəli, ağır formaları ilə və yığıcamlığı ilə fərqlənirdi. Roman mebel üslubu. Dedim, bunu necə yadda saxlayırıq? Ağır formaları necə yadda saxlayırıq? Məsələn, roman ağır oğlandır. Belə yadda saxlamaq olar. Bəli, ağır formalar görən kimi, yığıcamlıq sözünü görən kimi roman mebel üslubunu götürmək lazımdır. Çünki ağır formaları, yığıcamlıq roman mebel üslubuna aiddir. Hansı mebel üslubunda sandıq universal məişət mebeli hesab olunurdu? Aha, deyir, hansı mebel üslubunda sandıq universal məişət mebeli hesab olunurdu? Hansı mebel üslubunda sandıq universal məişət mebeli hesab olunurdu? Ondan eyni vaxtda çarpayı oturacaq, həm də səyahət etmək üçün çamadan kimi istifadə olunurdu roman mebel üslubunda. Ümumiyyətlə, sandığı biz roman mebel üslubunda öyrəndikdə sandıq roman mebel üslubuna aid idi. Sandıq da ağır olduğu üçün ağır formaları ilə fərqlənirdi roman mebel üslubu. Bəli, bu roman mebel üslubudur. Gotik mebeli üslubunun xüsusiyyətlərinə baxaq. Deyək, hansı mebel üslubu mebel üslublarının inkişafı tarixində mühüm mərhələdir? Hansı mebel üslubu mebel üslublarının inkişafı tarixində mühüm mərhələdir? Hansı mebel üslubu mebel üslublarının inkişafı tarixində mühüm mərhələdir? Gotik mebel üslubu. Bəli, gotik mebel üslubu digər mebel üslublarının inkişafında mühüm mərhələdir. Gotik mebel üslubu. Hansı mebel üslubunda hündür dolaplar, şkaflar meydana çıxmışdır? Hansı mebel üslubunda hündür dolaplar, şkaflar meydana çıxmışdır? Hansı mebel üslubunda hündür dolaplar, şkaflar meydana çıxmışdır? Gotik mebel üslubunda. Hansı mebel üslubunda oyma naxışlardan, şəbəkədən və nəbati elementli sarğılardan geniş istifadə olunurdu? Hansı mebel üslubunda oyma naxışlardan, şəbəkədən və nəbati elementli sarğılardan geniş istifadə olunurdu? Dedim, oyma naxışlardır, şəbəkədir, nəbati elementli sarğılar gotik mebel üslubuna aiddir. Gotik mebel üslubudur, şəbəkədən istifadə gotikə aiddir. Hansı üslubda olan interyerdə mebellərin bir çoxu hələ də divarda olan oyuqlardaydı? Deyək, hansı üslubda olan interyerdə mebellərin bir çoxu hələ də divarda olan oyuqlarda idi. Bu gotik mebel üslubunda olan interyerdir. Bəli, gotik mebel üslubuna aiddir. Gotik mebel üslubunda mebellərin bir çoxu hələ də divarda olan oyuqlarda idi. Gotik mebel üslubuna aiddir bu da. İntibah mebel üslubunun xüsusiyyətlərinə baxaq. Hansı mebel üslubunda olan mebellər üçün dəqiq forma, aydın quruluş daha xarakterikdir? Deyək, hansı mebel üslubunda olan mebellər üçün dəqiq forma, dəqiqlik və aydın quruluş daha xarakterikdir? Dəqiq forma və aydın quruluş. Dəqiq forma və aydın quruluş daha xarakterikdir intibah mebel üslubuna. Bəli, intibah mebel üslubunda nə var? Dəqiqlik var, dəqiq forma var və aydın quruluş var. Dəqiq forma və aydın quruluş var. Dəqiqlik, aydın quruluş intibah mebel üslubuna aiddir. Dəqiq forma və aydın quruluş intibah mebel üslubuna aiddir. Hansı mebel üslubunda mebellərin ornamentlərlə bəzədilməsi, inkrustasiya texnikası və ağac üzərində oyma çox geniş yayılmışdır? Hansı mebel üslubunda mebellərin ornamentlərlə bəzədilməsi, inkrustasiya texnikası və ağac üzərində oyma çox geniş yayılmışdır intibah mebel üslubunda? Latınca qabıqla örtmə deməkdir. Latınca qabıqla örtmə deməkdir. Məmulatın, həmçinin binaların oyma naxışlar və üst qabığına, deməli, keramika, metal, sədəf, fil sümüyü və rəngli daş parçaları yerləşdirməklə yaradılan təsvirlərlə bəzədilməsidir. Bu inkrustasiya texnikasıdır. Bəli, inkrustasiya texnikasıdır bu.
İnkrustasiya texnikası nədir? Latınca mənası qabıqla örtmə deməkdir. Qabıqla örtmə deməkdir. Qabıqla örtmə deməkdir. Məmulatın, həmçinin binaların oyma naxışlar və üst qabığına keramika, metal, sədəf, fil sümüyü və rəngli daş parçaları yerləşdirməklə yaradılan təsvirlərlə bəzədilməsidir. İnkrustasiya texnikası. İnkrustasiya texnikası hansı mebel üslubunda istifadə olunur? İnkrustasiya texnikası hansı mebel üslubunda istifadə olunur? Həm intibah mebel üslubunda istifadə olunur, həm də baroko mebel üslubunda istifadə olunur. İki mebel üslubunda istifadə olunur. Baroko, intibah, intibah, baroko. Deməli, baroko mebel üslubunun xüsusiyyətlərinə baxaq. Hansı mebel üslubuna aid mebellər qızılı rəng və zəngin inkrustasiyalarla işlənilmişdir? Bəli, hansı mebel üslubuna aid mebellər qızılı rəng və zəngin inkrustasiyalarla işlənilmişdir. Baroko mebel üslubuna aid olan mebellər. Bəli, qızılı rəngdir, zəngin inkrustasiyalarla işlənilmişdir sözləri aiddir baroko mebel üslubuna. Qızılı rəng sözü varsa, deməli, söhbət baroko mebel üslubundan gedir. Qızılı rəng baroko mebel üslubundadır. Hansı mebellərin üzəri dekorativ parçalarla örtülür və saçaqlarla bəzədilirdi? Saçaqlarla bəzədilirdi. Bu üslubda olan mebeldə çox təmtəraqlı, mürəkkəb motivli dekorlar meydana gəlmişdir. Saçaqlarla bəzədilirdi. Dekorativ parçalarla örtülən hansı idi? Baroko mebel üslubu idi. Bəli, qızılı rəng, zəngin inkrustasiyalarla bəzədilməsi, saçaqlarla bəzədilməsi baroko mebel üslubuna aiddir. Hansı mebel üslublarında inkrustasiya texnikasından istifadə olunur? Hansı mebel üslublarında inkrustasiya texnikasından istifadə olunur? Deməli, hansı mebel üslublarında inkrustasiya texnikasından istifadə olunur? Az öncə də dedim, 2 dənə mebel üslubunda inkrustasiya texnikasından istifadə olunur. Biri intibahdır, digəri barokodur. İntibah və baroko. İntibah, baroko. İntibah və baroko mebel üslublarında inkrustasiya texnikasından istifadə olunur. 2 dənə mebel üslubunda istifadə olunur. İnkrustasiya texnikasından bir intibah mebel üslubunda, bir də baroko mebel üslubunda. İntibah mebel üslubu və baroko mebel üslubu. Sonra gəldik, intibah mebel üslubu ilə baroko mebel üslubu arasındakı oxşar cəhət ilə budur. İnkrustasiya texnikasından istifadə olunmadı. İntibah mebel üslubu ilə baroko mebel üslubu arasındakı oxşar cəhət intibah mebel üslubu ilə baroko mebel üslubu arasındakı oxşar cəhət elə inkrustasiya texnikasından istifadə olunmadı. İnkrustasiya texnikasıdır. Həm intibahda istifadə olunur, həm barokoda istifadə olunur inkrustasiya texnikasından. Rokoko mebel üslubunun xüsusiyyətlərinə baxaq. Hansı üslub Fransa kralı 15-ci Lüdovikin hakimiyyəti dövrünə düşdüyü üçün 15-ci Lüdovikin üslubu da adlandırırlar. Deməli, hansı üslubu Fransa kralı 15-ci Lüdovikin hakimiyyəti dövrünə düşdüyü üçün 15-ci Lüdovikin üslubu da adlandırırlar. Hansı üslubu Fransa kralı 15-ci Lüdovikin hakimiyyəti dövrünə düşdüyü üçün 15-ci Lüdovikin üslubu da adlandırırlar. Az öncə izah elədim, özə dəfələrlə dedim, yadda qalması üçün. 15-ci Lüdoviki görürüksə, 15-ci Lüdovik rokoko üslubudur. Bəli, rokoko mebel üslubunu 15-ci Lüdovikin üslubu da adlandırırlar. Burada cavab 15-ci Lüdovikdir. 15-ci Lüdovikdir. Bunu dedim, necə yadda saxlayırıq? 14-15 baroko, rokoko üslubları olaraq yadda saxlayırıq. Baroko, əvvəlcə baroko üslubu gəlir, sonra rokoko üslubu gəlir, əvvəlcə 14 gəlir, sonra 15 gəlir. 14-cü Lüdovikdən söhbət gedirsə, bu barokodur. Yox, 15-ci Lüdovikdən söhbət gedirsə, bu artıq rokoko üslubudur. Belə yadda saxlayırıq. Hansı üslub mebellərin əsasən ornamental dekorativ quruluşunda ifadə olunmuşdur? Hansı üslub mebellərin əsasən deməli ornamental dekorativ quruluşunda ifadə olunmuşdur? Hansı üslub mebellərin əsasən ornamental dekorativ quruluşunda ifadə olunmuşdur? Bu rokoko üslubudur. Rokoko mebel üslubudur. Sonra gəldik, nəhayət 5 sualımız qaldı. Baroko üslubu hansı Fransa kralının hakimiyyəti dövrünə aiddir? Baroko üslubu hansı Fransa kralının hakimiyyəti dövrünə aiddir? Baroko üslubu hansı Fransa kralının hakimiyyəti dövrünə aiddir? Baroko üslubu 14-cü Lüdovikin hakimiyyəti dövrünə aiddir. Bəli, baroko görəndə 14-ü götürürük. Fransa kralı 14-cü Lüdovikin hakimiyyəti dövrünə aiddir. Az öncə də dedik, baroko geyim üslubu
Fransa kralı 14-cü Ludovikin hakimiyyəti dövrünə aiddir. Rokoko üslubu hansı Fransa kralının hakimiyyəti dövrünə aiddir? Rokoko üslubu hansı Fransa kralının hakimiyyəti dövrünə aiddir? Fransa kralı 15-ci Ludovikin hakimiyyəti dövrünə aiddir. Deməli, baroko üslubu Fransa kralı 14-cü Ludovikin hakimiyyəti dövrünə aiddir. Amma rokoko üslubu isə Fransa kralı 15-ci Ludovikin hakimiyyəti dövrünə aiddir. Necə yadda saxlayırıq? Baroko, rokoko 14-15. Baroko, rokoko 14-15. Baroko, rokoko 14-15. Belə yadda saxlayırıq. Barokonu görəndə Fransa kralı 14-cü Ludoviki axtarın. Rokoko görəndə Fransa kralı 15-ci Ludoviki axtarın. Yəni ardıcıllıqla kodlaşdırın, beyninizdə elə yadda saxlayın. Mebel üslublarına aid olan memarlıq mebel üslublarına aid olan memarlıq abidələrini və geyimləri uyğunlaşdırın, eyni üslubda olanları. Bunu artıq öyrənən zaman uyğunlaşdırmaq lazımdır. Burada eyni üslubda olan memarlıq abidələrini filan yazmışam. Onu da şəkillə burada hazırlamışam. Baxarıq. Cəmiyyətin inkişafında mebelin nə kimi əhəmiyyəti var? Böyük əhəmiyyəti var. Müasir dövrdə bu üslublarda olan mebellərə harada rast gəlmək olar? Hər yerdə rast gəlmək olar. İndi gəlin bu mebel üslublarını tez nəzərdən keçirək. Bu mövzuya çox vaxtımız getdi, çünki incəliklər çoxdur deyə. Deməli, bu antik üslubda olan mebeldir. Antik üslubda olan mebelimiz. Bu Bizans üslubunda olan mebelimizdir. Bu roman mebel üslubudur. Roman mebel üslubu. Bu gotik mebel üslubudur. Bu intibah mebel üslubudur. Bu baroko mebel üslubudur. Bu isə rokoko mebel üslubudur. Bəli. Deməli, bir daha deyirəm. Bu antik mebel üslubudur. Antik mebel üslubu. Bizans mebel üslubu. Bizans mebel üslubu. Roman mebel üslubu, roman mebel üslubu, gotik mebel üslubu, gotik mebel üslubu, gotik mebel üslubu, intibah mebel üslubu, intibah mebel üslubu, baroko mebel üslubu, baroko mebel üslubu, rokoko mebel üslubu, rokoko mebel üslubu. Bir də gəldik burada sonuncu mərhələ. Yox, onu bundan sonra hazırlamışam o şəkilləri, son mövzudadır. Nəysə, bu qədər. Sağ olun. Vaxtımız çox getdi, çünki bu mövzuda incəliklər çoxdur deyə ona görə ən çətin yadda qalan hissələri dəfələrlə dedim beyninizə yazılsın deyə. Bu qədər. Sağ olun.